Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək ona sonsuz ehtiramlarını nümayiş etdirdilər. Daha sonra Lənkəran şəhər Heydər Əliyev mərkəzində ümummilli liderin fəaliyyət dövrünün ayrı-ayrı vaxtlarını əks etdirən fotolarla tanış oldular. Tədbir mərkəzin konferans salonunda davam etdirildi. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın milli təhlükəsizlik tarixində gördüyü böyük işlərdən danışdılar. Bildirildi ki, ömrünün təxminən 25 ilini təhlükəsizlik orqanlarında çalışan ümummilli lider daima xalqına, vətəninə sadiqlik nümayiş etdirib. Milli kadrların bu sahədə irəli çəkilməsində misilsiz xidmətlər göstərib. Heydər Əliyev çiyinlərində imperiyanın paqonlarını gəzdirsə də, qəlbində daima vətənə olan sonsuz sevgi və bağlılıq hisslərini daşıyıb. Gördüyü işlərlə bunu həmişə sübuta yetirib. O, SSR dövründə neçə elm və mədəniyyət xadimlərini haqsız, qərəzli təqiblərdən müdafiə edib. Azərbaycan müstəqillik qazandıqdan sonra da ümummilli lider qurucusu olduğu dövlətin təhlükəsizlik orqanlarının təşkilində öz zəngin təcrübəsindən yararlanıb və bu sahədə zəngin bir irs qoyub. Qeyd olundu ki, Heydər Əliyev fəaliyyətinin öyrənilməsi hər bir vətəndaşın, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi əməkdaşının şərəfli borcudur. Geniş dünya görüşünə, fenomenal bacarığa malik bu böyük şəxsiyyətin zəngin dövlətçilik ənənələri bu gün də uğurla davam etdirilir. Sonda ümummilli liderin milli təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunan film nümayiş etdirildi. Məhəmməd Rzayev, Əlizami Şabanov, Lənkəran.